Salam izləyicilər, Zəfər Şəhidlər turnirinin 3-cü turunun növbəti qarşılaşmasında sizlərlə bərabərik və ekranlarınızdan sağ tərəfdə sarı geyimli komanda Atilla komandasıdır. Komandanın rəhbəri Həsən Məmmədovdur. Və ekranlarınızdan sol tərəfdə qara geyimli komanda isə MC Finans komandasıdır. Komandanın rəhbəri həm qapıcısı, həm kapitanı Anar Məmmədovdur. Hər iki komandalara uğurlar arzu edirik. Güclü olan qalib gəlsin deyirik. Asiman Yusubov mərkəzə Maqa ötürməsi sürətli alınır. Top meydanı tərk edir. Fərid geriyə Murad. Qapıcı ilə oynayır Anar Məmmədov. Sol cinaha Zeynal. Yenidən Anar. Fərid. İmran topu uzaqlaşdırır. Anar, Murad. Türmə, İmran, top ikisi. Zərbə qapıya, Sərxandan çərçivəyə düşə bilmədi. İlk zərbə Atilla komandasından gəlib. Anar Məmmədov. Anar. Önə doğru ötürməsi İmran və Azər diqqətlidir. Azər ötürməsi Rafo top itkisi İmran çəkdi sağına. İmran Sərxan aldı top ondan. 3-2 yaxalayırlar sağ cinaha. Son anda Fərid yetişdi. Təhlükəni sovuşturdu. Güzdən zərbə Maqa. Ötürmə Ataş. Sərxan. Maqa. Fərid çıxır onu Maqa geriyə İmran. Ötürməsi Rafo. Muradla mübarizəsi Rafo və qayda pozulur. Rafo'ya qarşı. Rafo çox sərt şəkildə yerə dəydi. Asiman Yusubov. Asiman ötürməsi Rafo, Murad Ataş. Fərid və Fərid ötürməsi İmran. Adaşı aldı topu ondan. Çox sürətli oyun başlayıb Sərxan. İmran aldı. İmran ötürməsi Fərid Asiman var qarşısında. Fərid və Asimandan top meydanı tərk eləyir. Fərid. İmranı ötürə bilər. Elə də elədi. Zeynal zərbə qapı önünə Maqa və Rafo çata bilmədi topa. Murad. İmran. Ötürməsi Fərid. Saxlasa təhlükəli idi. İmran. Ayaq qoydu Ataş. Rafo başla. Asiman ötürməsi keçmədi. Zeynal. Anar Məmmədov. Anar baxır önə doğru. Sağ cinaha Murad. Gözəl dəyişdi cinahı. Zeynal zərbə dəqiqdir. Top qapının yanından keçir Azər. Təcrübəli qapıcı topu oyuna daxil edir. Ötürməsi Sərxan, Zeynal. Top meydandadır Fərid geriyə Anar Məmmədov. Murad. Yenidən Anar, mərkəzə Ataş. İmran yaxınlaşdı ona. Anar ötürməsi mükəmməl alınır Zeynala. Zeynal və Sərxan. Fərid geriyə. Anar, Zeynal. Anar özü gəlir, ötürməsi Fərid.
Zeynal. Ataş, ötürmə, gözəl alınır. Murad, zərbə və gol! Hesab açır Murad. 1-0 edir hesabı. MC Finans komandası 6-cı dəqiqədə önə keçir. 86 nömrəli oyuncusu sağ ayaqla yaxın altılığa göndərir topu. 1-0 edir hesabı. Görək Atilla komandasının cavabı necə olacaq? Həsən Məmmədov hər hansı bir müdaxilə edəcəkmi oyuna? Gözləyirik. Anar Məmmədov. Anar. Mərkəzə Ataş. Ataş, Asiman. Asiman aldı topu ondan. Asiman 2 nəfər sıxır onu və top meydanı tərk edir Asimandan və hakim oyunu saxlayır. Asimanı yanına çağırır. Xadır. Fərid topu oyuna daxil edəcək. Yan xəttdən zərbə Zeynaldan, amma hara? Azər, 50 ötürməsi. Murad, Fərid, İmran uzaqlaşdırır. Top meydanı tərk edir. Ataş, geriyə. Zeynal. Qapçı ilə oynayacaq Anarla Zeynal. Elə də olur Anar Məmmədov. Anar önə doğru. İmran başla ötürməsi. Maga Zeynal mübarizəsi. İmranda qalır top. Zeynal. Keçdi Maga'nı Zeynal. Sərxan top meydandadır. Sərxan geriyə İmran. Önə doğru başla ötürmə. Maga və az fərqdə top qapının yanından keçir. Aşırma zərbə vurmaq istədi Maga. Vurdu da çərçivəyə düşə bilmədi. Atilla komandasının kapitanı. 50 ötürmə İmran və Azər. Özü atıb gəlir Azər. Ötürməsi dəqiq deyil. Fərid və gol! Fərid fərqlənir. 2-0 edir hesabı. Bu səhvi əff etmir Fərid. Bağışlamır. Özünün birinci komandasının ikinci qolunu imza atır. Fərid. Anar uzaqlaşdırır. Top meydanı tərk edir. İmran. Top hərəkətdə idi. Top əl dəyişdirir. Geriyə Murad. Onun da aktivində bugün bir gol var. Ən geriyə Anar Məmmədov. Mərkəzə Fərid. Daban ötürməsi Maga. Fərid. İmran, Ataş və Sərxan. Hələ ki Rafa Yolçiyev gözə dəymir meydanda. Atilla komandasının vuran ayağı. Topla təmin edə bilmirlər onu. Ataş, ötürmə İmrandan keçmir. Yan xəttdən Fərid topu oyuna daxil edəcək. Ötürmə qapı önünə və Murad. Dubl edir Murad, 3-0 edir hesabı. Bu qolda ən çox pay olan isə Fərid olur. Mükəmməl gördü Muradın gəlişini. Murada sadəcə toxunmaq qaldı. Dubl etdi Murad. Burada isə qaydanı pozdu Maga'ya qarşı, kapitana qarşı. Sıfırda hesab. Topun arxasında Rafo və Asmanı görüyor. Asman qapıya zərbə. Dəqiq deyil. Anar Məmmədov. Anar mərkəzə Ataş. Geriyə Anar. Sol cinaha Zeynal. Dəyişdi cinahı. Çatdı Murad. Zərbə. Dəqiq deyil. Maga. Ötürməsi Rafo.
Üzdən zərbə Rafo özü yerinə yetirəcək. Buraxdı kapitana Magaya, Maga ötürmə qapı öndən Murad tərs vuruş və qapı direği anarda qalır top. İmran adaşına qarşı və adaşından top meydanı tərk edir. İmran geriyə Anar. Murad yenidən Anar. Önə doğru ötürmə, Ataş başla İmran. Biraz geriyə çəkildi. Tələsmirlər, 3-0 öndədirlər, top saxlayırlar. Rəqibin üzərlərinə gəlməyini gözləyirlər. Bu da bir sistemdir, bu da bir taktikadır MC Finans komandasının. Sistemli komandadır, məşq edən komandadır və bunu oyuna yansıdırlar. Hal-hazırda da mükəmməl çıxdılar. Ataş və Azər. Gol olsa çox gözəl bir hücum. İzləmiş olacaqdır, izlədik də topu da ona qovuşdura bilmədilər. Ataş və top ayağına oturmadı. Rafo. Aldılar topu ondan. Murad ötürməsi Fərid, Daban ötürmə. Nələr edirlər, nələr. Maga ötürməsi Rafo. Yenidən Maga. Yenidən Rafo. Maga. Sərxan, Rafo. Maga. Fərid aldı topu ondan. Və Maga qaydanı pozdu ona qarşı. Zeynal geriyə. Anar. Murad. Geriyə Anar Məmmədov. Eldarzadə meydana daxil olub. Anar. Önə doğru ötürmə. Maga başla Sərxan. Fərid Sərxan. Sağ cinaha Maga. Asima. Ötürmə. Çata bilmədi Sərxan. Eldarzadə Rafon əvəz edib. Həsən Məmmədov dəyişiklik etdi, görək. Bu dəyişiklik öz nəticəsini verəcəkmi? Anar əl ötürmə İmran. Qəbul etdi topu İmran. Geriyə Fərid. Geriyə Anar. Yenidən Fərid. Ötürməsi dəqiq deyil. Eldar. Maga yenidən Eldar. Zeynal Ataş. Murad Asiman sıxır onu. Asiman aldı. Anar tərk edib qapısını. Fərid. Ötürməsi çatacaqmı Ataş? İmran qapı tiri. Ataşın mükəmməl ötürməsinə, mükəmməl baş zərbəsi indirdi İmran. Qapı tiri imkan vermədi topun tora qovuşmasına. Anar əl ötürməsi. Sərxan, Əliyev, Maga, Asiman qapı önünə, dəqiq deyil. Top ayağına oturmadı, Eldarzadə çata bilmədi. Zeynal geriyə, Anar Məmmədov. Anar, ötürməsi. Asiman az qala komanda yoldaşını üzə qoyacaqdı qapısı ilə. Alınmadı. İmran ötürməsi. Maga. Və qapıdan zərbə Azər əl ötürməsi Eldar istiqamətinə. Zeynal qazandı topu. İmran mükəmməl keçdi adaşını. İmran və Sərxan. İmran
İmran zərbə. Dəqiq deyil. Maga. Ötürmə mərkəzə Eldar. Top itkisi və Eldar səhvini düzəldir. Topu çıxardır meydandan. Ataş topu oyuna daxil edəcək. Yan xəttdən 3-0 hesab öndədirlər İmran. Top ikisi Asiman İmran gəldi, itirdiyi topu qazandırdı komandasına. Zeynal Daban ötürməsi gözəl alınır İmran. İmran geriyə, Zeynal, Eldar, Zeynal, Anar. Çıxartdılar topu oradan, Anar gəlir. Anar zərbə, Azər qapı boşdu. Maga aşırma zərbə, Murad. Sığortaladı kapitanını. Sərxan qapı önünə. Maga zərbə, oy, təhlükəli idi. Və timeout götürür MC Finans komandası. 1 dəqiqəlik timeout geri qaydırır. Və timeout bitdi. Qaldığımız yerdən davam edirik. Qapıdan zərbə ilə Anar Məmmədov topu oyuna daxil edəcək. Anar ötürməsi Zeynal. Mərkəzə Ataş. Tək toxuşlu ötürmə Asiman. Və qayda pozulur ona qarşı Asiman. İmran yenidən. Asiman istiqamətini alınmadı. Ataş. Fərid. İmran. Top meydandadır. Ataş. Murad ən geriyə. Anar Məmmədov. Zeynal. Anar. Yenidən Zeynal. Mərkəzdən qoşulan olmadı. Həmişə Ataş qoşulardı. Və Fərid gəldi ora. Anar Məmmədov. Zeynal zədələnib. Pauza yaranır oyunda. Qalxdı Zeynal, davam edə biləcək Anar Məmmədov. Ötürməsi İmran istiqamətinə, İmran saxlaya bilmədi topu. Azər ötürməsi, Eldarzadə. Eldar. Kapitanı ilə oynayır Maga. Yenidən Eldar. Maga Ataş var qarşısında. Asiman zərbə. Murad blok qoyur zərbəyə. Top yan xəttdən meydanı tərk eləyir. Maga özü daxil edəcək top oyuna. Maga. Asiman Yusubov. Asiman. Geriyə Azər. Türməsi. Maga. Asiman. Ataş qapıya zərbə amma alınmadı bu. Yan xəttdən top oyuna. Atilla komandası daxil edəcək. Maga. Ötürməsi Sərxan Əliyev. Sərxan. Maga. Sağ cinaha Asiman. Azər. Ötürmə. Murad başla uzaqlaşdırır. Maga, Eldar və Murad. Top meydandadır. Fərid. Və orada Eldarzadə zədələnir. Və hakim VAR-a yaxınlaşır. Eldarın zədələndiyi epizoda görə VAR-a baxılacaq. VAR-a baxaq, geri dönüş edirik. Və VAR-a baxıldı. Heç bir qayda pozuntusu yox idi dedi oyunun referisi. Qaldığımız yerdən davam edirik. Maga. Asiman Yusubov sağ cinaha girdi araya Zeynal və top meydanı tərk elədi. Maga ötürmə mərkəzə Eldar, ötürmədə səhv İmran, geriyə Anar və top meydandan çıxır. Yan xəttdən top oyna. Asiman Yusubov daxil edəcək. Asiman ötürməsi Azər, yenidən Asiman.
Ötürmə. Maqa. Qapı önünə ötürmə. İstədiyi kimi alınmadı. Sərxan qazandırır top komandasına. Asiman, Ataş, İmran və geriyə Azər. Azər. Ötürməsi Asiman sinəsi ilə istədiyi kimi saxlaya bilmədi. Fərid. İmran, Ataş 2-yə 2 yaxalayıblar. Ataş zərbəsi. Blok gəlir. Eldar ötürmə. Ataş, Sərxan. Sərxan və Ataş və Akif. Bir öncəki epizodda qaydanın pozulduğunu bildirir və bu 5-ci cərmə idi. MC Finans komandasının pasivində 5 cərmə var və daha bir cərmə olarsa 10 metrəlik zərbə olacaq qapılarına. Maqa. Maqa. Ötürmə. Anar Məmmədov. Anar. Və qapıdan zərbə. İmran. Azər. Ötürmə. Asiman Yusubov. Asiman. Zeynal var qarşısında. Qapı önünə və küncdən zərbə. Asiman. Ötürmə. İmran. Maqa. Maqa. Ötürməsi Eldar. Maqa. Qapıya zərbə. Asiman və son anda Murad. Təhlükəli idi. Küncdən zərbə olacaq. Maqa. Ötürmə qapı önünə. Yenə Murad və Fərid çıxardır topu meydandan. Qapı önünə. Asiman və İmran. Küncdən zərbə olacaq. Maqa ötürmə, zərbə, daha bir zərbə Sərxandan. Anar Məmmədov yerindədir. Anar baxır önə doğru. Ötürməsi mərkəzə İmran. Asimanla mübarizəsi. Asiman, İmran. İmrandadır və Asiman sürüşmə fəndi ilə cərmə zərbəsi edir İmrana qarşı. MC Finans komandası yerinə yetirəcək cərmə zərbəsini. Zeynal Axundzadəni görürük topun arxasında. 5 metrəlik məsafə təyin edildi. Zeynal. Ötürmə geriyə. Anar önə doğru ötürmə. Top meydanda deyil. Akif səsləndirir. Zakirə gedir. Akif topun qoruyucu tora toxunduğunu bildirir və Anar bununla razı deyil və gərginlik yaranır oyunda. Və yan xəttdən Maqa topu oyuna daxil etdi Azər. Yenidən Maqa və Hakim ilk hissənin bitdiyi ifti səsləndirir. Qısa fasilə ikinci hissə görüşmək ümidi ilə. Və Hakim ifti ilə ikinci hissəyə start verilir. Yenə hər iki komandalara uğurlar arz edirik. Güclü olan qalib gəlsin deyirik. Ötürmə. İmran. Zor zərbə və Azər ikinci hissəyə təhlükə ilə başladı MC Finans komandası. Fərid. Qapı önünə ötürmə. İmran çəkdi sağına zərbə və qol! İmran fərqlənir. 4-0 edir hesabı. İkinci hissəyə qolla başlayır MC Finans komandası.
Asiman başladılar mərkəzdən. Maqa ötürməsi. Eldar. Eldar Asiman. Asiman. Ötürməsi Maqa. Maqa zərbə. Rafo Yolçuyevə. Son anda Zeynal. Maqa. Maqa Rafo. Yenidən Maqa. Fərid çıxır onu. Qapı önünə ötürmə. Top meydanı tərk edir. Maqa. Ötürməsi Eldar. Eldar. Qapıya zərbə. Anar Məmmədov. Zaur ötürməsi İmran istiqamətinə. Sürətli almır. Azər. Ötürməsi Maqa. Eldara ötürmə. Yüksəkdən getdi. Anarda qalır top. Ötürmə Sərxan. Maqa. Murad. Top ona dəyərək meydandan çıxır. Maqa. Sərxan Əliyev. Sərxan. Ötürməsi Azər. Azər də qoşulub oyna. Azər ötürməsi dəqiq deyil. Azər, 6-cı olsun oyuncular, qapı sağlar. Okey. Olar ana. Anar. Məmmədov kapitan, əl ötürmə. Fərid istiqamətinə. Azərdə qalır top. Azər. Maqa. Maqa ötürməsi Asiman. Asiman. Zeynaldan çıxır top. Asiman geriyə. Azər yenidən Asiman. Mərkəzə Maqa. Zərbə. Top ayağına oturmadı. Maqanı. Zeynal, Anar. Anar. Önə doğru ötürmə. Dəqiq deyil. Mərkəzə Rafo, yenidən Maqa. Azər. Azər ötürməsi dəqiq deyil. Fərid. Fərid. Ötürməsi Zeynal. Zeynal. Zeynal aldı Eldar. Ötürməsi Asiman. Asiman və Anar Məmmədov. Hakim fikri səsləndirir. Anarın qaydanı pozduğunu bildirir. Çox təhlükəli bir nöqtədən cərimə zərbəsi yerinə yetirəcək Attila komandası. 4-0 geridədirlər. Görək hesab arasındakı fərqi azalda biləcəklərmi? Doğru. Yerində davaş mı? Sənə yox, yerində davaş orada qoymuyor. Topun arxasında kapitanı görürük. Maqa özü yerinə yetirəcək. Elə görsənir. Fit səsləndi. Maqa zərbə. Fəriddən qayıt. Daha bir zərbə. Zeynaldan qayıdır bu dəfə. Maqa. Sərxan və Zeynal uzaqlaşdırır topu. Azər. Divar örüblər sanki qapı önündə MC Finans komandası. Topun çərçivə tərəfə getməyinə imkan vermirlər. Sərxan Əliyev geriyə Azər. Asiman. Ötürməsi Sərxan istiqamətinə. Sərxan və qapıdan zərbə Anar. Əl ötürməsi İmran. Asimandan top meydanı tərk edir. İmran. Geriyə Anar. Sağ cinaha Zeynal. Türməsinə Asiman ayaq qoyur. Rafo və Zaur. Küncdən zərbə olacaq. Eldar ötürməsi Rafo. Dəqiq deyil. Anar Məmmədov. Anar əl ötürmə. Zaur. Qaydanı pozdu Maqaya qarşı. Tələmişdi onu Maqa ötürməsi Azər.
Rafo ötürməsi Asiman. Asiman qapı önünə. Son anda Zeynal Axundzadə. Asiman ən geriyə. Azər mərkəz xəttindədir. Azər qapıya. Fərid. Sərxan. Maqa yenidən Sərxan. Rafo zərbə indirə bilər. Rafo ötürmə. Eldar qapı önünə. Zeynal və Fərid. Fərid top meydandadır. Fərid. Rafo və Rafo. Ona qarşı qayda pozuldu. Təcrübəsi ilə geri qayıtdı. Aldı bu qayda pozuntusunu Rafo. Zaur nələr edir Zaur və yenə Rafo. Fərid və Maqa ona qarşı qaydanı pozur. Cərmə zərbəsi təhlükəli nöqtədir. Topun arxasında İmranı görürük. Onun da aktivində bugün bir qol var. Görək cərimə zərbəsini necə yerinə yetirəcək İmran. Hakim 5 metrəlik ara məsafəsini təyin etdi. Fitni səsləndirəcək və zərbəni vuracaq İmran. İmran və az fərqdə top qapının yanından keçir. Azər ötürmə, Maqa, Asiman ötürməsi, Rafo ötürmə, keçmədi, İmran girdi araya, İmran geriyə, Anar, önə doğru ötürmə, Fərid istiqamətinə və hiləgərcəsinə girişdi Fərid, başla zərbəni indirdi. Çərçivəyə düş gələ bilmədi. Azər topladı, Azər. Önə doğru ötürməsi. Zeynal başla, Fərid. Başla ötürmə. Sərxan, Fərid. Sərxan. Ötürməsi, Rafo, zərbə dəqiq deyil. Anar Məmmədov, əl ötürməsi. İmran 3-ə 2-dirlər. İmran və Eldar. 4-0 hesab MC Finans komandası öndədir. Zaur ötürməsi İmran daban ötürməsi keçmədi Sərxan. Ötürmə Rafo və Murad. Və taymat götürür Attila komandasının rəhbəri Həsən Məmmədov. Taymat götürür. 1 dəqiqəlik taymat ayrılar. Geri dönüş edəcək. Və taymat bitdi. Komandalar meydana geri döndülər. Dəyişiklik var Attila komandasında. Həsən Məmmədov İmranı meydana daxil edib. Eldarzadənin əvəzinə. Görək bu dəyişiklik özünü necə göstərəcək. MC Finans komandasında da dəyişikliyi var. İmran meydanı tərk edib. Rafo, Maqa qapı önünə, Sərxan, Sərxan Əliyev ən çətin olanı etdi. Fərid, ataş geriyə, Zeynal, ötürməsi, Asiman, başla indirdi, Maqa, ötürmə və Murad, çıxartdı topu Murad meydandan. İmran, ötürmə. Asiman, Sərxan, Zeynaldan top meydanı tərk edir, yan xəttdən. Attila komandası top oyuna daxil edir İmran.
Ötürməsi Sərxan, tək noxuş ötürmə Azər, sinəsi ilə ötürmə, top Azərdə qalır yenə Azər. Azər ötürmə keçmədi, qapı boşdur, riskli hərəkətlər Sərxan. Sərxan, Maqa. Maqa gözəl saxladı özündə Maqa və qaydanı pozdular ona qarşı. Zərmə zərbəsi topun arxasında Rafonu görürük. Görək Rafon necə yerinə yetirəcək bu zərmə zərbəsini. Fit səsləndi, Rafo ötürmə, Anar Məmmədov uzaqlaşdırır topu Azər. Qapıya zərbə, dəqiqdir. Anar, əl ötürməsi mərkəzə, Fərid, İmran, Rafo və Zeynal. Top meydandadır, Zeynal, Rafo və MC Finans komandasınındır, out. Zeynal, önə doğru ötürməsi. Zaur başla top meydandan çıxardı. Maqa ötürməsi Sərxan, zərbə ola bilər, zərbə Asiman, Rafo və Anar Məmmədov, nələr qaçır nələr. Fərid zərbə, Fərid ötürmə də verə bilərdi. Azər, əl ötürməsi. Rafo, Asiman və Maqa çata bilmədi topa. Fərid ötürməsi, Fəridin sürətli alınır. Əsəbləşir kapitan Anar Məmmədov, bu ötürməyə yaxınla oynamaq lazım deyil. Top saxlamaq lazımdır deyil Anar Məmmədov. Rafo 2 nəfər sıxır onu. Rafo və top itkisi Murad, sol cinaha Fərid və İmran. Kəsir bu ötürmənin qarşısını Fərid. Küzdən zərbə ötürmə Zeynal ötürməsi Ataş, zərbə və gol! Ataş yaxın küncə qarşı salınmaz bir zərbə indirir Ataş. Hər oyunda olduğu kimi bu oyunda öz qolunu vurur. Komandanın 7 nömrəli oyuncusu, Qaraqura işlərini görən oyuncusu Maqa, birbaşa zərbə və Zeynal topu çıxardır meydandan. 5-0 olur hesab Ataşın qolu ilə. Maqa ötürməsi Asiman, zərbə və gol! Asiman Yusubov fərqlənir, hesab arasındakı fərq 4 topa enir. Ataşın qoluna saniyələr sonra cavab gəlir Asimandan. Ümidlənir Atilla komandası. Anar Məmmədov, ötürmə Murad. Sıxırlar öndə Murad və top itkisi Rafo. O da itirdi, Xəyal meydana daxil olub Rafo. Ötürməsi Ataş, yenə girdi araya və Sərxan Xəyalla mübarizəsi. Və hakim vara baxdı, qərarını verdi Sərxan Əliyev və MC Finans komandasından. Xəyal qırmızı vərəqə ilə cəzalandı. Hər iki komanda meydanda, bir nəfər azlıqdadır. Görək. Necə İmranın zərbəsi, Anar Məmmədov, Asiman və Murad. Birbaşa qapıya zərbə, Azər yerindədir. 2 dəqiqə azlıqda oynayacaq hər iki komanda. Murad ötürməsi atar. İmran adaşı ilə mübarizə və davam deyir hakim. İmran ötürməsi Maqa. Önə doğru ötürmə. Murad çıxardır topu meydandan və Muradın sonda vurduğu qol qeydə alınmadı. Onu da nəzərinizə çatdırın. Hesab 5-1'dir İmran. Ötürməsi Asiman Yusubov. Asiman ayaq arası atmaq istədi, keçə bilmədi. Murad və İmran. Top adaşı İmranda qalır. Ataş ötürməsi İmran. Murad qapı önünə və Azər Maqa.
Kapitan topladı, ötürməsi Eldar Eldarzadə. Dəyişdi cinaha İsman Yusubov. Son 7 dəqiqə ötürmə Maqa. Daban ötürməsi və küzdən zərbə olacaq. Maqa. Maqa ikinci zərbəsini yerinə yetirəcək Maqa. Ötürmə Eldar Eldarzadə Maqa. Ataş ayaq qoydu İmran. İmran çəkdi soluna. İmran sol ayaqla zərbə. Top itkisi Zeynal. İmran və top istədi ki müram edə bilmədi. Eldar Eldarzadə ötürməsi keçmədi. Eldar. Maqa. Maqa zərbə endirmədi. Maqa. Anar və Eldar. Ataş yenə Anar və Akif. Cərimə zərbəsi təyin edir Eldar Eldarzadəyə qarşı. Qaydanın pozulduğunu bildirir oyunun hakimi. Təhlükəli nöqtədir. Hesab arasındakı fərqi 3-ə endirə bilər Atilla komandası. Və hər iki komandadan bir oyuncu yenidən meydana daxil olur. 2 dəqiqə bitdi. Hər iki komanda hal-hazırda meydanda. Bir qapıcı və 5 oyuncu ilə mübarizə aparacaqlar. Görək cərimə zərbəsini necə yerinə yetirəcək. Topun arxasında Rafonu görürük, Asimanı görürük. Fit səsləndi. Rafo. Zərbə dəqiq deyil. Top qapının yanından keçir. Anar Məmmədov topu oyuna daxil edəcək. Anar. Əllə ötürməsi önə doğru İmran saxladı. Amma Rafiq üçün. İmran ötürməsi dəqiq deyil. Fərid zərbə Azər. Qaydan top. Rafo sağ cinaha ötürməsinə Murad ayaq qoyur. Fərid gözəl ötürmə. Murad. İmran Ataş. Ataş saxladı topu. Ataş o nə keçidiydi Ataş. Ataş o nə keçidiydi. O nə qoluydu Ataş. Mükəmməldir bugün Ataş. Dubl edir. 6-1 edir hesabı. O keçidi qolla yekunlaşdırmaq. Gözəlləşdirmək. Daha da yaraşdı Ataşa. Ataş. İmran aldı topu ondan. İmran və Ataş kazandırır topu komandasına. Murad. Murad ötürməsi. İmran. Zərbə və gol. İmran daha bir gol vurur. 7-1 edir hesabı. İmran ürək göstərir kameralarımıza. Gol sevincini bölüşür bizlə 10 nömrəli oyuncu. Onluqda bir gol vurdu İmran. 7-1'dir hesab. Düşən şansları qola çevirir MC Finans komandası, Atilla komandası. Şans yaradır, ancaq dəyərləndirə bilmirlər. Zaur, Anar və Anar uzaqlaşdırır. İlk zərbə Zaura tuş gəldi. Azər. Önə doğru ötürmə, Zaur. İmran. Ötürmə, Rafo. Dəyişdi cinahı. Eldar Eldarzadə, Fəridlə mübarizəsi. Fərid. Qazandı topu Fərid. Cərimə zərbəsi. Və qaydan pozur. Fəridə qarşı. Gəl buralar. Cəriməni qeyd edəcəksən nə olur? Hakim də etiraz etdi Fəridə. Fərid. Zərbə qapıya. Asiman Yusubovdan öncə Fərid, amma top qaldı Asimanda. Asiman. Fəridlə mübarizəsi. Asiman və top yenə Asimandadır. Ötürməsi Rafo. Yenə Asiman Yusubov. Ötürmə. Zaur girdi araya. Zaur özü gəlir. 4'ə 2 yaxalayıb MC Finans. İmran buraxdı Fərid. Daban ötürməsi, İmran zərbə və küncdən zərbə olacaq. Ataşı görmədi İmran arxa dirəkdə. Top ötürmə, daban zərbəsi. Azər. Zaur. Sağ cinaha, Fərid.
Fərid. Yenə öz korona hərəkətini göstərdi Fərid. Fərid. Maqa var qarşısında. Geriyə Anar Məmmədov, kapitan. Bugün bir gol buraxıb Anar. Anarın ikinci tur aktivində də bir gol var. Qapçıoğlu qolunu vurmuşdu İmran. Qapı önünə. İmran blok qoyur İmranın ötürməsinə. İmran. Ötürmə Eldarzadə. Fərid. Səhv ötürmə Maqa. Aşırma zərbə vurmaq istədi. Anarın önündə olduğunu zənn etdi. İstədiyi zərbəni vura bilmədi Maqa və son dəqiqə gedir oyunda. İmran. Ötürməsi. Asimanla mükəmməl keçid. Sonluğunu gətirə bilmədi İmran. İmran topladı İmran. Taban ötürməsi Fərid. Yenidən İmran. Ötürmə Fərid. Fərid ötürməsi keçmədi. Top Zaurda qalır. Ataş və Azər. Ataş ötürmə. Bu dəfə İmran ayaq qoyur Zaur. Hakim üstünlüyü göstərir. Zərbə və Hakim zərbəsini qeydə alır. Fitni səsləndirir. Təhlükəli nöqtədir. Son zərbə ola bilər oyunda. 7-1-də hesab. Zaur görürük topun arxasında. Zaur. Fit səsləndi. Zaur. Ötürmə. Fərid və top qapının yanından keçir. Hakim final fitni səsləndirir. Bu oyunun qalibi MC Finans komandası olur. 3 xalı 7-1 hesabı ilə öz aktivlərinə yazdırırlar. Qalib komandanı təbrik edirik. Hər iki komandalara növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, sağlıqla qalın.